Oğlanla tanışdıqlarını necə xatırlayırsınız? Necə oldu? Oğlanın babası Nebi Doyev. Ana babasının baba ocağıdır. Kiraya qaldığı bu Əmrahan. Əmrahan baba ocağıdır. Baba ocağıdır. Gəlib görüm indi qızla oğlan da bir-birini görüb. Hə, yəni orada tanış olublar deməli, istəkli olublar. Bu elçi falan gəlmişdilər. Bir dəfə gəlmişdilər. Uzaq yoldur da, indi gəlmək, getmək. Dedi, bir də gələcək. Həm həndisi, həm nişanı bir yerdə olsun. Nə vaxtda planlanmışdınız yəni nişanı? İyulun 16-sına. İyulun 6-sı. 16-sı. İyul ayının 16-sı nişan olacaq. Nişan olacaqdı. Həm həndisi olacaqdı, həm nişan. Hə, bəs bu nəcəb üzüyü falanı bəri başdan gedirmişlər. Onların öz toyları var idi. Öz toylarına deyirdilər ki, indi hamımız bilir, rayon yeridir, bəzəsin, düzəsin, gəlinin, aparsın. Gediblər ki, alsınlar da, bədbəxtlər qaldılar yarımçılıq. Hə, deməli başqa toy da varmış, Başqa ora hazırlıq qohumlarının üçün. toyları var idi. O digər ailə də gedirdi də Hə, orada. həmən ailə, baldızı, baldızının yoldaşı, bir ailə gedirdilər də. Bir ailə gedirdilər. Toyuna vaxtda planlamışdınız, yəni yaşının az olmağına görə. Yox, yaşına yox, toy, yaşı tamam olandan sonra olacağı toyu. Toy hələ haqda fikirləşmirdik ki.